Cümleten, bugün əsəri bir işdə ad günümə mən hazırlanan ad günü vlogu çəkirəm. İndi mənim üzümdə makyaj yoxdur. Sadəcə o kiprik taxmışam. Elə bir makyaj eləmiş kimi görürsən, amma üzümdə makyaj yoxdur. Sadəcə kombinimi eləmişəm, aksesuarlarımı taxmışam. Yəni sizlər bir yerdə makyajımı eləyəcəyik. Biz dünənləri Leyla vardı, dostum, ən yaxın dostum idi. Onunla bir yerdə biz KFC-yə getmişdik. Onu qısa bir vlog kimi çəkmişəm. Əmininiz onu izləyin, sonra isə qaldığımız yerdən davam eləyək. Belə hazırlandım mən. Evdən çıxanı kombinimi göstərdim, liftə göstərim. Belə altıma şala geyinim, üstümə belə body geyinim, qolbaqlarımı, belə aksesuarlarımı taxmışam, sadə make-up eləmişəm. Çantam falan hamısı da burada. Leyla ilə görüşməyə gedirəm indi. KFC-yə gedəcəyik bir yerdə. Belə yəni. Açılış eləməmişəm, açılış evdə eləyəcəm vlogum. Yemək. Leyla şən gedir. Leyla belə göstərəcəm. Bir dənə cheeseburger, kartof fri və 03 kola verəm. Mənim sinif yoldaşlarım mənə hədiyyə almışdı, həm də Leyla mənə hədiyyə almışdı. İndi sizlər bir işte o hədiyyələri göstərmək istəmirəm çox belə, çünki ayrı bir vlog çəkəcəm, hədiyyələrimi göstərdim. Ya da elə bu vlogu sizə göstərirəm. Neyse, burada lazım olan bir dənə bir şey var, onu götürməliyəm. Burada da aksesuar var, sizə onu göstərəcəm. İndi birinci Leyla'nın hədiyyəsini göstərəm. Leyla aksesuar almışdı mənə belə hədiyyə. Leyla buradan öpürəm sağ-sağlı. Belə incili sep almışdı. Bir də gümüş bəy kəpənək. Normalde mən gümüş sevmirdim, amma Leyla şaraplı deyənə çox xoşladım yəni. Çok eğlenceli insansın ya. Seni çok seviyorum. Number one'sın abi. Bugün bu yüzüyü taxmaq istəyirəm. Həm də kombinimlə də uyumludur. Gold və gümüşü belə mix eləsək nə olar ki? Bombastic side eye. Olar məncə. Acıyımda indi. Sonra bu incili belə sep var. Bunu da belə taxacam. 2 dənə sep taxıram da indi. Normalde mən həmişə bilirsiniz ki 2 və ya 3 sep taxıram. İndi bu ikisini belə taxacam ki mix olsun. Həm də paltarın olsa görsəniz çox da, çünki gümüşdür paltar. Amma ikisini bir yerdə taxıram. Deməli mən sepi bura taxdım, çox görsənmir, amma yenə də hədiyyədir və üstümdə olmasını istəyirəm. Heç çıxarma kolyesi oldu bu mənim üçün artıq bu ulduzlu sepdən sonra. Yəni bu ikisini belə mixlədim. Biri incidir, biri də ulduz. İnci saflığı göstərir, ulduz indi. Ulduz da parlaq. Nəysə, indi sizə kombinimi göstərim birinci. Bu arada üzü də belə durdu. Necə qəşəng idi, çox qəşəng. Çox sağ ol, doş. Öpürəm səni. İndi digər hədiyyəmizi də göstərim, sonra keçim sizə kombinimi göstərəcəm. Bu belə ayağın Əmail və Səbrən hədiyyəsidir. İndi sizə bunu göstərəcəm. Belə qutudaydı. İndi daha yaxına incələmə göstərərəm. Əsas burada bir dənə concealer var. Essence'in concealer'ını alıblar mənə. Bunu istifadə etmək üçün bunu götürürəm. Bunu sonra bir yeri incələyərik daha ətraflı. Ona görə bunu kənara belə qoyuram. Klipslərimi taxıram. Sonra isə makyajımı da keçirəm. Makyajımı elədikdən sonra kombini göstərəcəm. Ən birinci üzümü yaxşı nəmləndirəcəm bununla. Üzüm nəmləndirici. Kiprik taxmışam yenə. Bu səfər tujdan az istifadə edəcəm. Çünki o çox yayılır və bütün günü makyaj üzümdə qalacağı üçün istəmədim yayılsın üzümə. Bir də yağış yağma olasılığı var. Gözləyirəm yağış yağacaq. Hiss edirəm. Amma yaz yağışıdır. Yəni yağış yağsanda siliyəcək. Məsələn, dünən Leyla'nın gedəndə də yağış siliyirdi. Çox az yağırdı. İndi bunu belə kremi vuraq. Yayım. Concealer ataq. Bu üstünə belə skotch var. Mən bunu dırnağımla aça bilmirəm. Onun belə asacam. Belə concealer, yəni skotchdan açmadım. Belə şey skotch üstündə qaldı. Biraz bunun rəngi tündür bu arada. Mənimki açıq idi. Biraz sarı tonlu böyle bir şey. Normalde makyaj eləyəndə hansı bir anını və yaxud da hansı bir hadisəni danışır insanlar, amma məndə o xasiyyət yoxdur. Yəni makyaj eləyəndə sakit durmaq, səssiz durmaq, arxa planda mahnının çalmasını daha çox üstünlük verirəm. Məsələn, burada makyaj eləyir, hansı anını anlata bilərəm, amma danışmıram. Yəni sadəcə makyaj göstərirəm, makyaj eləyirəm. İndi fondöten vuracağım ki, bu biraz sarı tonudur. Yəni bu ağdır, bu da biraz sarı ton. Yəni baş üstü, yəni rəngi açacaq sadəcə. Bu arada mənə sponsor hədiyyə aldılar. Amma bunu istifadə edim. O sponsoru sonra göstərərəm sizə. Bu sponsor isladım və gəldim.
Eldorado restoranın göyərçində yerləşir. McDonald's-dan biraz aşağıda binaların altında. Yəni çox qəşəng restoran idi. Bizə limit verdilər. O limiti keçdikdən sonra bizə kabinet pulsuz idi. Oradan çıxdıqdan sonra göyərçində olan attraksiyonlara mindik. Yəni Korsan ən çox bizə maraqlıdır. Biz ona mindik. Yəni öldük, dirildik. Mən salona gedirəm saçımı düzləşdirməyə. İndi elə belə yalan eləmişəm. Salona gedirəm saçım tüpəmiz olsun deyə. Çünki mənim saçım çox tez şişir özüm eləyəndə. Ona görə salonda yəlmələrini daha çox üstün buldum. Çünki bütün gün onsuz gəzəcəyik, hava ilə təmas edəcək və saçım şişəcək. Bu da oturmur əsəbləşdim. YouTube'da postlarımın, videolarımın altına təbrik yazanlar hər birinizi çox-çox öpürəm, təşəkkür edirəm. Sizləri sevirəm. Normalda mən istəyirdim evdə dekor eləyim, sonra evdə ad gün keçirdim, amma 14 və 15 yaşımı ancaq evdə dekor eləyib və dostlarımı evə çağırmışdım və artıq yorulmuşdum. Dedim ki, bu səfər gəzək, əylənək. Onca 3 gün 3 gecədə ancaq gəzirik, əylənirik. Yəni adi ev dekor videosu gəlməyəcək, yəni belə bir video hazırladım. Ailəvi olaraq ayın 27-si anam, atam, bacım, qardaşımla bir yerdə restorana, 28 və 29 isə Qubada olacaq. Yəni 29-da atamın ad günüdür. Yəni belə. Və mənə ən çox soruşan sual odur ki, yayda aktiv olacaqsanmı? Yəni söz vermişəm, ona görə olacağam yəni. Günlük vloqlar, bacımla gəzməklərimiz, Məryəmlə alış-veriş, Məryəmlə Bakı vloqları. Yəni bu il çox qəşəng yay planlarım var. Ailəvi də inşallah başqa rayonlara getmək istəyirik. Yəni maraqlı vloqlar gələcək yayda. İndi deməlim, makiyaj çox eləmədim, az elədim. Yəni az dediyim sizə, günlük makiyajımdan biraz çox elədim, amma nə ortasını elədim. Çünki kombin onsuz abartıdır. Bir McDonald's getdiyimizə görə. Sadəcə mənim ay gününü yəni biraz seçilmək istədim deyə belə geyindim. Kipilərimə tuş vurmamışam. Gedirəm birazdan vurum. Yəni buna vurmuşam, buna da vurmuşam. Amma alt kipriyə, üst kipriyə vurmamışam. İndi gedək kombinimi sizə göstərim. Kombinimi göstərdikdən sonra evdən bir yerə çıxırıq, saçımızı tüpbəyimizi əyətdirməyə gedirik. Belə şalvar geymişəm qara rəngdə. Üstünə də belə bu köynək geymişəm. Köynəyin burasını belə içə salmışam. Aksesuarlarımı olsa göstərmişdim. Makiyajımı da bayaq dediyim kimi. Deməli yağış yağır, heç də dolu da yağır. McDonald's ışıqlar söndü bayaq. İndi də gözləyirik. Uşaqlar hamısı yığışsın. Evə zakas verək. Ayağım, həm ayım. Acə sizə hədiyyəmi birini atsın. Elmi mənə hədiyyə atsın olar şimdi. Biz sizə onun hədiyyəsini atsaq. Elmi nə ana? Elmin çöldədir. Başla. Yok. Bunlar da ses olmasa. Yine muayene cancılar Maşallah koca ayını qoşduq. Çünki mən çox sevirəm. Nəysə, ona çox baxanmadıq onsuz da. Sonra yeməklər gəldi, başladıq yeməklərə. 8 ədəd burger, kartof fri, nuggets, 20 ədəd sushi, 2 ədəd pizza. Yəni yeməklər bol idi. Yəni yemək bol idi. Hətta bunu karusellərə minəndə hiss eləyirdik yeməyin çox yediyimizi və bol olduğunu. Neyse, sonra əylənməyə başladı uşaqlarla. Çox şey çəkə bilmirdim çünki uşaqlar istəmirdi YouTube'da belə görsənməyi, ona görə. Sonra yağışdan sonra göy qurşaq çıxdı. Bəli uşaqlar. Fidan ölür. Sonra biraz gəzdikdən sonra evə qayıtdıq. Bu da şəkillərdi, qoymaq istədim. Yəni belə. Vlogun 2-3-cü günündə artıq, yəni 27 may. Bu gün mənim ad günümdə artıq. Mutlu olma vakti, hediyelerimi alma vakti. Biz birazdan ailəvi bir yerdə restorana gedəcəyik. Mən onun üçün belə hazırlandım. Hazırlandığım anda dedim ki, sizin ad günü hədiyyələrimi göstərim. İndi sizə yerdəki hədiyyələri göstərir. Buradakı hədiyyələrdən əlavə də bəzi dostlarım var ki, onlar da hədiyyə verəcək. Amma bəs mənim məşğələlərim bağlandığı üçün, məsələn, mən İngiliscədən çıxmışam, sonra məsələn, ana dildən çıxmışam. Ona görə oradakı dostlarım da deyir ki, başqa zaman görüşək və ona verərəm
hədiyyələrdir. Ona görə o hədiyyələrə indi əlində olmadığı üçün göstərə bilməyəcəm. Ailə, tanışlarım və çoxu pul veribdi onu dediyim kimi, yəni deyirlər pul verim, sən istədiyi al. Mən təbii ki, onların hamısını saxlayıram yaz alış-verişinə gedəndə xərcləməyə. Yaz alış-verişdə Məryəmlə bir yerdə eləyəcəyim üçün Bakıda Məryəmlə Dəniz Mola və ya Crescent Mola getmək istəyir. Görə indi hansı alınsa. İndi başlayaqsa hədiyyələrimi göstərəcəm. Deməli, buradakı hədiyyələrin hamısı sinif yoldaşlarımdır. Sadəcə biri dostum Leylanındır. İndi Leylanın hədiyyəsini sizə göstərdiyim üçün elə bunu belə göstərim. Burada dediyim kimi belə incili sep var. Bu mirvaridir. Bu mirvari qutusunun içindən çıxır bu arada. Onu qoyuram videosunu araya. Belə inci kimi də açılır. Onun içindən mirvari çıxır. Mirvarini bunun içinə qoyursunuz. Ondan əlavə də bir dənə belə üzük hədiyyə eləmişdi. Mən çox qəşəngdir, çox xoşum gəldi. Mən normalda gümüş sevmirəm bu arada. Yəni ən çox qol taxıram. Amma bunu Leloş hədiyyə alıb deyəndə taxacam. Belə. Məncə bunlar çox qəşəngdir. Leloşu buradan çox öpürəm. Hədiyyə üçün təşəkkürlər. Sonra isə sinif yoldaşlarım Həmayıl, Səbrə və Ayanın hədiyyəsini sizə göstərəcəm. Ona belə boks yığı var mənim üçün. İndi sizə bunu göstərim. Bu boksun içində concealer vardı, yəni concealer vardı. Bir də dediyim kimi mənim xoşuma gəldiyi şeylər alıblar. Başlayaq. Ən birinci avokado formasında belə şirin oyuncaq alıblar. Mən oyuncaqları bu arada çox sevirəm. Evdə onu görmüsünüz yəqin ki, Stitch'im var, Pandam var. Sonra ondan əlavə Mars Plummy deyirdilər. Bir ara uşaq vaxtı Dəbdə olan multfilmidir. Onun oyuncaqları var. Sonra oyuncaqları çox sevirəm. Bu da belə yumuşaqdır. Yatağıma qoyacağam. Sonra belə qutunun içində belə bu ne deyim, kağızın adı nədir? Kağızdan bilmirəm. Nəysə. Bilirdim amma indi yadımdan çıxır. Saman, saman. Bu samanlardan var. Sonra belə güzgü var. My Little Pony'li. Mənim ən sevdiyim My Little Pony karakteri Pink Pony'dir. Çünki bunu çox sevirəm. Yəni mənim hətta TikTok repostlarımda falan da olmalıdır. Yəni bu belə güzgü alıblar. Məncə qəşəngdir. Bunu qoyacağım rəsm çantama. Birazdan, bu arada bu gün normalde rəsmim var. Sadəcə ad günü deyən rəsmə getmirəm. Ya, normalde mənim rəsmim vardı bu günləri. Neyse, indi isə yerinə devam edək. Belə spons set dəstə aldılar. Bunun içində də belə balaca spons var. Sonra ürək formasında. Bir də lotos yuxa var burada balaca belə. Yəni bunu da bəyənib, bu qəşəngdir. Ümumiyyətlə hədiyyələrin pisi yaxşısı olmur. Hədiyyəni düşünüb almaq da əsas, yəni. Düşünüb alan hamıya təşəkkür edirəm. Sonra bunu Səbrə verdim. Bunu Səbrənin bir dənə kiçik qohumu var, Esi. Bunu mənə hədiyyə yollayıbdı. Balacadır, 5 yaşlıdır, 3 yaşlı olmalıdır. Bilmirəm, 5-4 yaşlı olar bəlkə, çox balacadır. O mənə yollayıbdı belə balaca bir şey. Makyajım qəşəng oldu, bilmirəm, çox qəşəng. İşığı, bu açı da qəşəngdir bu arada. Bilmirəm, bu açını bəyəndiniz. Sonra təbii ki də Filanın ulduzlara zaafı olduğu üçün belə ulduzlu broşka alıblar. Məncə bu da çox qəşəngdir. Bunu belə vursaq. Yox, indi getmir bura. Bunu ancaq mən at quyruğu falan yığsam, ya da hörsəm, ətəyinə vursam məncə qəşəngdir. Ya da çantamın kənarına vura bilərəm. Dediyim kimi concealer, Essence'in concealer'dır bu. Bu çox qəşəng concealer'dır bu arada. Mən bunu ikisini bitirdim. Və ən sonunda hədiyyəmiz rəngləmə. Mən rəngləməyi çox sevirəm. Bilmirəm, heç bir vlogumda deməmişəm, amma mənim rəngləmələrdən çox xoşum gəlir. Rəngləmə kolleksiyam da var. Uşaq adı stickerlar da olurdu. Hətta içində məsələn şey var ya, Disney karakterləri olurdu. Onun stickerları qabaq səhifədə bir səhifə sticker olurdu. Arxa səhifədə rəngləmə olurdu. Rəngləmə Ayana demişdim ki, əgər nəsə alsaq rəngləmə alınmalıdır. Rəngləmə çox qəşəngdir. Yəni belə hədiyyələr bitdi burada. İndi bunları yerləşdirib bunun içində təzələnəm. Çünki şəkilləri seçməliyim, estetik şəkil seçməliyim. Bunlar bitdi. Buradan Ayana, Səbrəyə və Həmaylı çox təşəkkür edirəm. Öpürəm sizləri. Sonra isə keçək Elmin hədiyyəsi göstərmişdim əslində McDonald'sda. O da utanıya göstərmişim uşaqlar gözləyəndə. Bir daha göstərim. Belə ulduzlu sırğa almışdı. Mən ulduzları çox sevirəm. Belə. Buradan Elmiyə təşəkkür edirəm. Düşünüb aldığı üçün. Keçik Eltaz və Rəşidin hədiyyəsindən. Eltaz və Rəşid yaxın iki dostdur. Yəni ayrılmaz ikilimizdir. Onlar ikisi də eyni hədiyyələrin fərqli tür formalarını aldı. Ən birinci Rəşidin üçün göstərim. Rəşid mənə bir dənə belə Lego alıbdı. Bu içindən çıxan Lego'nu sizə deyim də mən hansıdır burada. Baxın, buradakı Lego'dur. Bunu mən biraz düzəltməyə çalışdım. Daha doğrusu bacıma dedim düzəltsin. Çünki mən digər ikisini düzəltdim. Bacım yarısını eləyibdi. Göstərim görüm nə qədərsini eləyibdi. Belə. Ayaqlarına qədər eləyibdi. Yəni yəqin ki, axşama bitər bu. Çünki
Legonu çox sevir bacım eləməyi. Bir də Barbie'li fincan alıbdı. Bunun içində qaşığı da var bu arada. Barbie'li. Məni yansıdır. Buradan rəşdə təşəkkür edirəm, düşünüb aldığı üçün. Eltazın üçün göstərim. Eltazın bunun eynisinin fərqli zür formasıdır. Eltazlar bu Legonu alıbdı belə. Bunu mən düzəltmişəm bu arada, tam bitdi göstərim sizə deyil. Çünki biz onu orada restoranda açdıq, yarısını düzəltdik. Yəni yarısını edeyim ayaqlarına qədər evə gəldim, bitirmək istədim. Bu belə kromilidir. Bu yəni tam eynisini eləmişəm. Belə. Bir də kromili fincan alıbdı. Bu da belədir. Bunun içində qaşığı var. Buradan Eltaza təşəkkür edirəm, düşünüb aldığı üçün. İndi isə digərsini yollaşım olan Rəhim mediasını göstərəcəm. Rəhim də digər uşaqlar kimi o da Lego alıbdı, o da dovşanı alıbdı. Rəşdən eyni alıblar, sadəcə rənglər fərqlidir. Bir də belə balaca mişq almışdı. Bu da böyle pingvinli, bu da çox qəşəngdir, bu da çox şirindir. Bu da yatağımda olacaq artıq. Yəni düşünüb aldığı üçün ona da təşəkkürlər. Mən hamısını çox bəyəndim. Alıb düşündükləri üçün hər birinə bir daha təşəkkür edirəm. Vlogumuz da əslində bu qədər idi. İndi mən gedəcəm ailəvi restorana. Əgər artıq necə çəksəm, böyük ehtimal videonun arxasına davam elətdirəcəm. Əgər olmasa da böyük ehtimal vlogu bitirib editini eləyəcəm. Hər birinizi çox-çoxlu öpürəm. Başqa video və vloglarımda görüşmək üzrə. Bilirəm ad günü vlogum qısa oldu, amma dediyim kimi mənim əvvəlki ad günlərim hamısı dekor olubdu, ya da necə deyim, tort belə. Mən bu ad günümü daha sevdim uşaqlarla əylənərək ya da sevdiklərimlə vaxt keçirərək. Ancaq belə oldu. Hər biri çox-çoxlu öpürəm. Başqa video və vloglarımda görüşmək üzrə. Bay bay.